Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə əşrəfil ənbiyai vəl mursalin. Nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Əziz qardaşlarım, bugün mühüm və önəmli bir məsələ haqqında da danışmaq istəyirəm və qeyd etmək istəyirəm. Bu da qardaşlarım, bir insanın və müsəlmanın yaşamasının yalnız Allahın razılığını qazanması üçün olmasının önəmidir. İnsan yaşadığı həyatda vallahi razılığını qazanmağa əmr olunduğu bir tək Allahdır. Sənə əmr olunub, öz yaşayışını elə qur ki, Allah səndən razı olsun. Allah səndən razı olsun. Çünki yaradılma səbəbi budur. Çünki var olma səbəbi budur. Çünki gediş, qayıdış onadır. Kim, qardaşlarım, Allahdan qeyrisinin razılığını axtararsa rəzil olar. Vallahi. Onun üçün İslam alimləri Allaha yalvararaq, ridakə ya Rəhmən, ey Rəhman, ey Rəbbim, ey Allahım, məni var edən, ey səcdələrdə qarşısında başımı yerə qoyduğum, belmi bükdüyüm, dizlərimi yerə atdığım, sənin razılığın mənə bəs edər. Bu bütün insanların, bütün müsəlmanların qəlbində Allahı razı salmağın ən vacib olduğu və bir vacibin yalnız bu olduğunu bilənlərə duası idi, qardaşlarım. İmam Şafi Rahməhullah deyir ki, qardaşlarım, və sələflərin bu barədə elə bir sözləri var ki, insan oxuduğu zaman dəhşətə gəlir. Çünki bəzən insanların yanlış yolda olmaları, bilirsənmi, harda olur? İnsanların razılığını axtarırlar. Xaliqin razılığını tərk edir. Məxluqun, yaradanı qoyur, yaranmışın razılığına yönəlir. Bu tam əks bir hala getmədir. Onun üçün sonra həyatından etiraz edir, narazılıq edir ki, çox insanlar bəlkə görmüsünüz, qardaşlar, deyir ki, mən yaxşılıq etdim, mənə qarşılığında pislik elədilər. Və ondan sonra atalar sözləri çıxardır, insanlara yaxşılıq etmə. Yaxşılıqdan pisliklər doğar. Tam sünnənin, kitab və sünnənin əksinə sözlər olur. Çünki, qardaşlarım, həmin bu atalar sözlərini və həmçinin bu sözləri çıxardan insanlar var. Kimə yaxşılıq etdim, sonunda pislik gördüm. Nə qədər belə şeylər yazırlar. Bilirsənmi, onlar nədən şikayətçidirlər? Onlar insanların razılığını qazanmaq yolunda addım atdıqları üçün belə olub. Onlar başa düşməyiblər ki, insanların razılığı çatıla bilməyən bir məqsəddir. Çata bilmərsən ora, mümkün deyil. Qardaşlarım, insanlar onları yaradan Allahdan razı olmadılar. Səndən mi razı olmalarını gözləyirsən? İnsanlar Rəblərinə şükür etmədilər, onlara vermiş olduğu bütün nemətlərə görə. Sənə mi təşəkkür etmələrini istəyirsən? Onun üçün, qardaşlarım, qəlbində iman olan biri öz qəlbinə kədəri və qəmi buraxmamalıdır. İnsanların tərəfindən gələn, istər dünyadan, istər nemət əksiliyindən, istər digərlərindən, fərq etməz. Bu qəlb ki, vallahi, qardaşlar, Allaha iman edib, ora kədər, qəm girməməlidir. Baş verən bütün hadisələrə görə. Çünki o fəalin, bunları edənin kim olduğunu bilir, Allah. Bunları edən kimdir? Qədəri yazan, mənə bunları verən, mənim üçün yaxşı və pisə bölən Allah. Bu bəsidir, vallahi, mömin üçün. Lakin insanların problemi hardadır, dedi? İnsanların razılığını axtarmaqda. İmam Şafi Rahiməhullah bu barədə deyir ki, İnsanların razılığı yetişilə bilməyən, çatıla bilməyən bir qayətdir. Buna bir kəslərin, insanların razılığını qazanmağa çatmaq üçün heç bir yol yoxdur, heç bir. Məsələn, sən yolları saya bilərsən, bəlkə bu. Cavan yaşından otursun, saçın ağarıb, saqqalın ağarana qədər, belin bükülüb, gözün zəifləyənə qədər, bəlkələri saya bilərsən. Buna yol yoxdur, qardaşım, buna yol yoxdur. Bir tək yoldan başqa. Allahın razılığında irəliləməkdən başqa. Aydındır.
Onun üçün Şafi Rahmanullah deyir ki, sən yol tapa bilməyəsən. Ona görə deyir, sən sənə fayda verən üzərində davam elə. Fikir vermə insanlara, onlar məndən razı olarmı, olmazmı? Aydındır, fikir vermə. Sənə nə fayda verəcək axirətdə? Sən onun üzərində davam elə. Məlik ibn Dinar, rahiməhullah, qardaşlarım, deyir ki, mən insanları tanıdığım gündən bəri, nə zaman ki mən tanıdığım insanlar kimdir? Hallarını, içlərində daşıdığı nəslərini, həsədlərini, paxıllıqlarını, başqasına görə sevinə bilmədiklərini və saya biləcəyimiz çox şeylər var. Nə zaman ki insanları tanıdım, qardaşlarım, deyir ki, mən onlardan məni tərifləyənin tərifinə heç sevinmədim. Fəxr etmədim ki, bax, məni tərifləyirlər. Aydındır. Çünki tanıyıram insanları. Nə də qardaşlarım deyir ki, məni məzəmmət edib danlayanların danlağına da, qınağına da fikir vermədim və kədərlənmədim. Çünki bu insan, Məlik ibn Dinar, məqsədini insanların onu sevməsi və yaxud da sevməməsi üzərində qurmayıb. Bunun ali bir məqsədi var, başqa bir məqsədi var. Çünki deyir ki, mən insanları tanıyandan sonra nə onların məni sevməsinə, tərifləməsinə sevinmədim, nə də məni məzəmmət etmələrinə kədərlənmədim. Filan kəs məni sevmir, haqqımda pis danışır, pis sözlər deyir. Bu, cahil insanın halıdır, nadanın halıdır ki, bunu oturub kədərlənir, qəmin içində, dərd basıb bunu. Sənin başqa bir dərdin yoxdurmu? Oturub ki, Firdovsi məndən pis danışıb, Əli-Əsəd mənə haqqımda söz deyib, saçı ağarıb. Təsəvvür elə, şeyə düşüb bu, panikaya düşüb. Qəlbinə dərd basıb, hüzünlənib, kədərlənib. Nə var filan kəs pis deyib. Vallahi diqqət eləməsi lazım olan o deyil, adam deyil. O deyil, qardaşım. Soruşurlar Məlik ibn Dinardan. Limə zəlik? Nə üçün? Niyə? Çünki insan sevir axı, kimsə onu tərifləsin və sən buna sevinəsən və kədərlənirsən kimsə sənin haqqında pis şey deyəndə. Deyir ki, tərifləyənlər də həddə aşır, qardaşlarım. Məzəmmət edənlər də. Çünki hər kəs öz mənfəətinə görə davranır, qardaşım. Öz mənfəətinə görə, öz xeyrinə görə. Kiminsə tapdanılması, o kəsin özünün yüksəyə qalxmasını istəməsidir, səndən piləkən kimi istifadə eləyir. Kiminsə səni qaldırması da eyni şəkildə istəyir ki, sən onu öz yanına çəkəsən. Onun üçün, qardaşlarım, bu qayət deyil. İmam Şəfi rahimehullah başqa bir yerdə deyir ki, elə bir kəs yoxdur ki, onu həm sevən, həm də ona nifrət edən olmasın. Hamının, qardaşlarım, bir sevəni olur, bir nifrət edəni. Bu say 5 də ola bilər, 15 də ola bilər. Fərq etməz. Bu fərqlənir. Sevənləri azmı, çoxmu? Yenə də var. Nifrət edənləri də var. Əgər, qardaşlarım, bu iki sinif insan həmişə olacaqsa, həm sevənlər, həm nifrət edənlər. Əgər bunun olması ləbuddursa, o zaman sən itaət əhli ilə ol. Onsuz da, qardaşlarım, bax, mən harada dururamsa durum. Hətta, məsələn, pis əməl sahiblərinin özünü sevənlər varmı? Var. Rəzil əxlaq sahibidir, onu da sevən var. İtaət sahibidir, onu da sevən var. Rəzil əxlaq sahibidir, nifrət edəni var. İtaət əhlidir, nifrət edəni var. Onun üçün deyir ki, qardaşım, sən onsuz da bu ləbuddur, olacaq bu, baş verəcək. Sevənin də, nifrət edənin də. Sən itaət əhli ilə bərabər ol. Sevən səni itaətə görə sevsin, nifrət edən də bunun üçün sevsin. Sonuc, nicat tapan da, uğura yetən də sən olacaqsan. İtaət əhli ilə bərabər olmalısan Allaha itaət edənlərlə. İbn-i Qayyim rahimehullah, qardaşlarım, çox dəhşətli bir söz deyir. Dəhşətli bir söz deyir. İbn-i Qayyim rahimehullah buyurur ki, qardaşlarım, insanların razılığı bu nə bizə əmr olunmayıb, nə də ki biz bunu
edə bilən deyilik. İnsanlar hamısı məndən razı olsun. Yoxdur, belə bir şey deyir. Nə də deyir, sən buna əmr olunmamısan. Nə kitabda, nə sünnədə belə bir əmrin yoxdur sənin qardaşım. İbn Qayyim Rahimehullah deyir, sənin Allahın kitabında bir ayə olsun belə, Muhammed sallallahu aleyhi və səlləmin sünnəsində bir hədis olsun belə yoxdur ki, ged insanların razılığını qazanmaq üçün çalış. Yoxdur belə. Yoxdur qardaşım, belə bir şey yoxdur. Çünki bu müstəhildir. Hasil olması, baş verməsi mümkün olmayan bir şeydir. Müstəhildir. Bu əmr olunsaydı belə, yəni yoxdur və müstəhil bir şeylər əmr olunmaz. Yəni baş verə bilinməyəcək bir şeylər nə kitabda, nə sünnədə əmr olunmaz. Və sən bunu edə bilən deyilsən. Çünki insanların sənə hansısa bir şeyə görə qəzəblənməsi bu ləbuddur. Səndən nəyəsə görə xoşları gəlməyəcək. Bütün işlərin düz olsa belə, bəzən qaşından xoşu gəlmir, bəzən başından xoşu gəlmir. Aydındır. Fərq eləməz, bəzən əqqabından, bəzən şalvarından, fərq eləmir. Səndən xoşu gəlməyən üçün səbəbə ehtiyac yoxdur. Səbəbə ehtiyac yoxdur. Bəzən səni sevmirlər. Onun üçün, qardaşlarım, insanın üzərinə düşən Allahın razılığını qazanmasıdır. Bu uğura çatmasıdır. Çünki həm kitabda və həmçinin Muhammed sallallahu aleyhi və səlləmin sünnəsində Allahın razılığını qazanmağın əmri var. İnsanların səndən razı olmasının əmri yoxdur. Bu sənin üçün daha sevimli olmalıdır, Allahın razılığını qazanmaq. Bu sənin üçün daha faydalıdır. Sən bunu etdiyin zaman Allahın razılığını qazanma yolunda itaətdə, kim səndən razı olur olsun, kim sənə nifrət edir etsin, kim səni sevmir, sevməsin. Bunun fərqi yoxdur. Bunun fərqi yoxdur. Onun üçün Allahın razılığını qazandığın zaman, əgər Allah istəyəcəksə sənə eyni halda olanların, qardaşım, qəlbini yönəldəcək. İtaət üzərində olanlar bir-birini tanıyırlar, qardaş. Qəlbləri eyni yerə bağlı olan, əzaları eyni razılığı qazanmaq üçün çalışanlar, qardaşım, tanıyırlar bir-birin, çəkirlər bir-birin. Çünki salihlərlə bərabər olur. Talihlər də bir-biri ilə. Onun üçün sənə fayda verən yalnız Allahın razılığıdır. Dinində, imanında, dünyanda və axirətində. Onun üçün, qardaşlarım, çatılması mümkün olmayan birilərinin razılığına getmə. Alimlər deyirdilər ki, qardaşım, əgər bir xeyir iş edəcəksənsə, etdiyin əməli yalnız Allah üçün et, yalnız Allah üçün et. Sonradan peşman olmaq istəmirsənsə, yalnız etdiyin əməli Allah üçün elə. Çünki ixlasla elədiyin heç bir əməldə, ixlasla kimsəyə etdiyin bir yaxşılıqda peşmançılıq yoxdur. Sonra düşünməyəsən ki, mən nə üçün ona yaxşılıq etdim və bu gün mənə qarşı gəlir, asi olur, sözümə qulaq asmır və mənə bunları eləyir. Çünki sonuc olaraq fikirləşəsən ki, zaten mən bunu onun üçün etməmişdim. Bir tək razılığını qazanmaq istədiyim qəlbimdə vuran, damarlarımda axan, dilimdə və əzalarımda görünən tək Rahman və Rahim olan, mərhəmət sahibi olan Allahın razılığını qazanmaqdır. Onun üçün, qardaşım, ixlas Allaha ibadətdə, ixlas salih əməlləri etməkdə bu yalnız istənilən uğrunda edilməsi əmr olunan haldır. Onun üçün, qardaşlarım, Allah səndən razı olacaqsa, Allah Azza və Cəllə itaət əhlinin qəlbini sənə yönəldəcək. Zaten asilərin qəlbinin səni sevməsi buna ehtiyac duymayan bir halsan. Salihlər asilərin qəlbinin onları sevməsini istəmirlər. Çünki asilər özləri kimi, günahkarlar özləri kimilərini sevirlər. Hansısa bir içki içən, sərxoş edici, narkotik vasitələrini istifadə edən səni sevməz. Onlar özlərini sevirlər. Necə ki, salihlər salihləri sevir. Eləcə də pis əxlaq, ədəb
üzərində olanlar da bir-birini sevirlər. Onun üçün qardaşlarım, tövsiyə etmək istədiyim məsələ razılığı qazanılması əmr olunan bir tək Allahdır. Bütün həyat bu. Bunun üzərində qur. Nicat da, fələh də, uğur da, axirətdə və dünyada və axirətdə xoşbəxt olmaq da bunun üzərindədir. Allahdan istəyirəm ki, bizi ona razılıq yolunda gözəl bir şəkildə addımlayan, gedən və xeyr üzərində olan qullarından etsin. Allah bizdən, əməllərimizdən razı olsun, bizdən razı olmadıqca canımızı almasın və bizdən həm dünyada, həm axirətdə razı olsun və razı olanlarla bərabər itaət əhli ilə bizi dünyada yaşatsın. Və sallallahu alə nəbiyyinə Muhammed və alə alihi və sahbihi və səlləm.